Salam, hər vaxtınız xeyirli olsun. Öncelikle səsimi görə üzr istəyirəm. Səhər saatları olduğu üçün biraz səsimlə bağlı problem yaşana bilər. İlk öncə onu demək istəyirəm ki, çoxu məndən soruşduğu üçün bu videoyu çəkməyə qərarına gəldim. İlk olaraq ikon əlavələrində Android Studio'ya artırdığımız ikonlarda, şəxsi ikonlarımızda problem yaşanır. Bunun həlli çox sadədir. Əslində bu bir problem deyil. Əsasən yerləşdirdiğimiz PNG şəkillərinin, məsələn, ikon şəkilləri olsun, məsələn, logo şəkilləri olsun və s. doğru formada görsənməməsidir. Bunun əsas səbəbi həmin faili biz artırdığımız zaman bilavasitə PNG formasında və ya nə bilim JPEG formasında artırdığımız üçün olur. Bunun üçün də biz həmin faili XML failinə çevirməliyik. Bunu da ki sadə üsulda indi videoda sizə göstərəcəm.